Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran hər birinizi salamlayıram. Bu günlərim ayın 15 may 2026-cı ildir. Həftənin 5-ci günüdür, cümə günüdür. Saat 04:28-dir. İlk öncə cümə günü münasibətilə hər kəsi təbrik edirəm. Cümə gününüz mübarək olsun və səfərimiz Bərdə maşın bazarınadır. Keçən həftə Göyçay maşın bazarından çəkişimiz olmayıb. Bildiyiniz kimi mənim YouTube səhifəmdə də var. Yəni artıq 10K baxış var o videoya və hələ də baxış olur və kommentarlarda oxuyuram. Bildiyiniz kimi mənim qohumum olan nəinki kəndimizdə, həmçinin Azərbaycanda tanınan Milli Onkologiya Mərkəzində 18 il həkim kimi çalışan və belə deyək və 18 il çalışan və partlayış nəticəsində belə deyək partlayışın qurbanı olan Asif Nəsirlini itirdik. May ayının belə deyək 6-sında böyük boya başa çatdığı Göyçay rayon Qaraqdır kənd qəbirstanlığında torpağa tapşırıldı. Yəni ona görə mən bu həftə çəkiş eləyə bilmədim. Yəni bu həftə deyəndə keçən həftə çəkiş eləyə bilmədim. Artıq bu həftə mən çəkişlərimə davam eləyirəm. Bugün 15 may həftənin 5-ci günü Bərdə maşın bazarına yollanırıq. Həftənin 6-cı günü inşallah səhər gündə Göyçay maşın bazarından çəkişim olacaq. Nəsə, söhbəti uzatmıram. İnşallah Bərdə maşın bazarının girişindən sizlərə çəkişə davam edəcəm. İzləmədə qalın. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, sizləri bir daha salamlayıram. Mən Sehran, bəli, bildiyiniz kimi Bərdə maşın bazarındayam. Bərdə maşın bazarına gələndə təbii ki, yük avtomobillər bölümünə də baş çəkirəm mən. İnşallah ki, indi aşağı düşəcəm və yük avtomobillərinə sizlərə çəkib göstərəcəm. Amma ilk öncə sizlərə ön tərəfdən çəkiş. Gördüyünüz kimi artıq orada, yəni yük avtomobilləri var, qazellər, fordlar. Mən də asta-asta oraya düşürəm. Sizlərdən xahişim nə olacaq? Videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla maksimum səviyyədə paylaşmaq ki, bu da mənə yeni baxış sayı, yeni abunə sayı, yeni bəyənmə sayı deməkdir. Ya Allah, bismillah eləyib işimizə başlayırıq. Allah hər birimizin işini avan eləsin. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, yük maşın həvəskarları, sizlər üçün Bərdə maşın bazarında iş çəkəcəyim maşın Qazel markalı avtomobildir. Gəl də bura görək. Nə deyirsən, nə tər deyirsən? 2006'da qardaş, Zavod 420'dir, uzun kruzayla, Zavod Skoydur. CMC injektor motordur, raması gül kimi çəkərsən. Maşın B-klasik olub, birinci klasikasını mən vurdumuşam. Dəyişən, udar, heç nə yoxdur, gül kimi. Qiymət. Yəni saf maşında, 12.9'a deyirəm. 12.900 manata deyirsən, yəqin ki razılaşasın. Bəli, bəli. Telefon nömrü deyəcəksən. 050 992 82 95. Adın da? Adım da Arzu. Arzu. Maşına harda baxmaq olar? Bərdə rayon. Bərdə rayon. Bakıda gedirsən hansısa maşına? Yox. İli neçənci il oldu? 2006. 2006. Deməli, Arzu qardaşdan məlumat aldıq. İli 2006. Maşında heç bir problem. Ramasın bax, Arzu qardaş. Zaklovkadır. Yəni sonradan uzadında botkayka olur. Görürsən zavoddur. Baxırıq, bax. Arzu qardaş özü. Bax Kuzanda. Kuza 420'dir, Zavod 420'dir. Sonradan uzanma. Yəni sonradan uzanma. Uzanmadır yoxsa deyil? Yox, deyil. Deyil. Yəni Zavod belə gəlib. Baxırıq. Baxın. Evdir. Bəli. Gir yaşa da heç. Gir yaşa. Bax, yəni qayda ilişə bilir buna. Çünki zavod bunu belə qoyub. Bildim, Bu Kuzanda qoyub. bildim. Deməli, Niyə belə işləyirəm qardaş? Bax yük daşıyıram. bildim. Uzaq reyslər olsa desinlər. Aha, uzaq reyslər də olsa desinlər. Bu ramanı da çəkim göstərim. Sən mühərrik yerin qaldır Arzu. Mən də sürücü tərəfdən çəkim göstərim. Deməli,
12.900 start qiymət, real alıcıya endirim olunacaq. Bir dənə salonu belə çəkim, göstərim. Baba qapıya da bax. Qapıya da bax. Ay maşallah, rahat. Aha. Allah. Gördün? Aha, sakit. Yəni bəzi qazellər kimi möhkəm vurmaq falan yoxdur. Yəni motordakı ZMZ motor, injektor, ay maşallah, akkumulyator yeni, belə. Arzu qardaş qeyd elədi, mən də təkrar elədim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu qazel haqqında. Ara bərəsində də yəni dediniz, kraska dəymir. Hörmətli YouTube izləyiciləri, qazel həvəskarları, növbəti qazelin çəkisini eləyəcəm. Amma qardaş çox uzaqlaşma, gəl bura. Amma maşın sahibindən qısa bir məlumat alaq. Salam əleykum atam, bazar olsun. Bir dənə qısa bir məlumat. İl neçənci ildir? 2004. Motor ZMZ motor, Kuza, Rama, motor, korobka. Hamısı yerində. Problemi yoxdur ki. Qiyməti nə demisən? Qiyməti 13 min. Real alıcıya endirim olunacaq. Telefon nömrü də gəlsin. 070 Aha. 215 99 34. Adın? İsmail. İsmail, harda baxmaq olar İsmail? Ağdaşda. Ağdaşda. Ağdaş əhalisinə salam olsun. İsmail, barter gedərsən hansı maşın? Yox. Nağd satışdır. İlidəki 2004 dedin. 2004. Deməli İsmail qardaşdan məlumat aldıq. 2004. Motor, korobka, xadava sistemi əla. Ramada belə deyək, problemi yox. Belə vəziyyətdədir. Baxırıq. Yəni məlumatları dedi. Ağdaş nömrəsi, Ağdaş əhalisinə salam olsun. Maşına Ağdaşda baxmaq mümkündür. 13 min start qiymət, real alıcıya endirim olunacaq. Telefon nömrəsi qeyd edildi İsmail qardaş. Baxa bilərsiniz, yəni zəng vurub baxa bilərsiniz bu maşına. Ətraflı maraqlana bilərsiniz bu qazel haqqında. Və gəldim sürücü tərəfə. Sürücü tərəfdən də salon belə vəziyyətdədir. Ya Allah, baxırıq. Belə vəziyyətdə. İsmail. Bir dənə qaldıraq buranı da görək. Vəziyyəti nədir? Baxırıq. ZMZ motor. Maşın sahibi qeyd edir ki, maşın sürülməyib. Yəni çox sürülməyib də belə deyək. Yükə falan çox da vurulmayıb. Belə çəkdik, göstərdik. Çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu qazel YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, yük maşını həvəskarları sizlər üçün Bərdə maşın bazarında bir dənə yük maşını çəkəcəm. Jaz markalı yük maşınıdır. Jak deyək də, bəli. Maşın sahibi məlumatları verəndən sonra ətraflı çəkiş eləyəcəm. Salam əleykum qardaş, bazar olsun. Ya Allah, de gəlsin. Maşın ili 2012. 2012. Maşın zavoddur. Aha. Bir problemi yoxdur. Yoxdur. Təkərləri dəyişilib təzə bir. Təzə. 67 min probyekti var. Aha. Yəni bir problemi olsa qarşılanır. Qarşılanır. Belə tendi var, yoxsa üstü Yox, açıq? maşın bortlu gedir. Bort. Təkdə deyil. Aha, bortlu gedir. Bəli, şəhərə girişi var. Var. Maksimal kütləsi 5 tondur. 5 tondur. Bəli. Qiyməti nədir? Qiymət 22 min. 22 min. Razılaşma olacaq. Olacaq. Telefon nömrü Razılaşmaq maşına baxandan sonra lazımdır. razılaşma olacaq. Telefon nömrünüzü Telefon eşidin. nömrəm 055 707 21 38. Adın? Elnur. Elnur. Elnur qardaş, maşına harda baxmaq olar? Maşına Şəkidə baxmaq. Şəki əhalisinin buradan salamlar olsun. Elnur qardaş, hansısa maşınla barterə gedərsən? Yox. Nağd pula ehtiyac var. Deməli Elnur qardaşdan məlumat aldıq. 2012-nin maşınıdır. Maşının təkərlərinin 6'sı da təzədir. Maşın akkumulyatorları təzədir. Maşının baxın belə göstərəcəm. Ramasına baxırıq. Çürük pas yoxdur. Maşın uzundur deyə arxaya belə tam keçə bilməyəcəm, amma belə göstərəcəm arxadan. Bəlkə də keçdim. Aha, baxırıq. Deməli bir də bu yük yerini çəkim göstərim və bu tərəfdən də ramanı çəkim göstərim. Belə və salon
Bu vəziyyətdə. Spanlisi var. Aha, spalnisini çəkib göstərəcəm, bəli. Çəkib göstərəcəm. Deməli, salon bu vəziyyətdə. Və maşınımızın gördüyünüz kimi spalnisi də var. Belə deyək. Salon belə vəziyyətdədir və buradan indi biz qayıdıb düşək. Və bir dənə qardaşdan xahiş eləyək. Bir dənə mühərrik yerin. Ayrılır qardaşım. Bir dənə mühərrik yerini qaldıra bilərsən. Bir dənə mühərrik yerini. Bu mühərriki qarşıda olmaz. İçəridə olur. Kabin qalxır da. Eləmi, kabinkasındadır. Başa düşdüm. Tamam, qaldırmaya ehtiyac yoxdur. Bildim, başa düşdüm. Belə. Və mühərrik buradadır. Bu istiqamətdədir. Mən bilmirdim. Maşın sahibi dedi. 22.000 start qiymət real alıcıya endirim olunacaq. Sizə də bu maşın maraqlı gəlirsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən maraqlı izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Ford Transit həvəskarları. Sizlər üçün Bərdə maşın bazarında ağ rəngdə yaxşı vəziyyətdə Ford Transit çəkib göstərəcəm. Maşın sahibi əmmimiz yanımızdadır. Üzünün görsənməyini istəmədi. Qısa bir məlumat alacağam. Salam edəcəm əmi. Bazarı olsun. Salam qardaş, salam. Allah bəd nəzərdən qorusun inşallah ki. Qısa bir məlumat. İli 2008, Aha. 2.4 dizel. dizel. Da bir xadavoyunda bir dənə problem qalıb. Problemi Hər birisini təzələmişik, təzədir. 25.500-ə deyil. 25.500 manata deyirsiniz. Yəqin ki, endirim eləyəcəksiniz. Olacaq. Telefon nömrənizi eşidək. 051 277 21 97. 051 277 21 97 əmmimizin adı. Mahir. Mahir əmmimiz. Harda baxmaq olar Mahir əmi? Tərtərin Sarov kəndi. Tərtər arasında deyək də. Hansısa maşınla barterə girərsən əmizan? Yoxsa Belə yüngül də qiyməti az olan maşından olar. yəni belə minik maşını yoxsa yük maşını? Yox, minik maşın. Minik maşını üstündə pul almaq şərti ilə. şərti Deməli, bax açar da əlimdədir Fordun. Mahir əmdən almışam. Deməli ili 2008-dir. Ford Transit. 2.4 motordur, belə deyək dizeldir maşın sahibinin dediyinə görə. 77 nömrə iləndir. Maşının heç bir problemi falan yoxdur. Start qiymət 25.500 manat. Real alıcıya təbii ki endirim olunacaq. Bu içəridə, aha, o Fordlarda o xəstəlikdir də, o ruçkanın qırılmağı. Mənim özümdə də var Ford. Yox, bağlıdır içəridən. Eləmi? İçəridən bağlıdır. Baxın, yük yeri belə vəziyyətdədir. Görürsünüz, baxın. Belə vəziyyətdədir. Yəni əsl silikon döşək daşır, maşın şey daşır. yükə yararlıdır. Bu mən tam örtmədim. Deyirsiniz qapı tam örtülmür. Yox, baxın, tam örtülür. Problemsiz falan maşındır. Bu aç bax. aha, buyur Əmican, buyur aç. Maşının qapıları bağlıdır, arxa qapı da bağlıdır. Deyirsiniz ruçka işləmir, yox. Arxa qapı bağlıdır deyə. Aha. Deməli, sərnişin tərəfdən salon belə vəziyyətdə. Bir dənə Mahir əmi, bir dənə sən mühərrik yerini qaldır, zəhmət olmasa. Mən də bir dənə buranı çəkim, göstərim. Deməli, 193.369 kilometr yürüyüş. Mexanikada təbii ki, baxırıq. Salon yaxşı vəziyyətdədir. Və hər iki ön şüşə avtomatik qalxıb enir. Mühərrik yerdəki gördüyünüz kimi problemsiz, motorxana ideal vəziyyətdə. Belə çəkdim, göstərdim. Mahir əmmimiz də məlumatları qeyd elədi. Qiyməti də qeyd elədik. Sizə də bu maşın maraqlı gələrsə, Mahir əmmimiz nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu Ford haqqında.